Salam, adım İnsəfəli Səmədovdur və mən 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Hal-hazırda Develor Beynəlxalq Təlim və Konsultasiya şirkətində təlim və inkişaf şöbəsinin rəhbəri olaraq çalışıram. Müsabiqəyə hazırlaşan zaman sizi ruhlandıran xüsusi bir sitat və ya söz var idi. Məşhur Michael Jordan'ın, basketbolçunun sitatlarından biridir. Onun çoxlu sitatları var və onlardan da biri elə insanlar var ki, öz istədiyi arzunu sadəcə düşünür, amma elə insanlar var ki, onu həyata keçirir. Məhz bu sitata əsasən də mən öz hədəflərimə sadəcə düşünmürəm, fikirləşmirəm. Maksimum proaktiv olmağa çalışıram və beləliklə hər kəsi də proaktiv olmağa çağırıram. Qalib gələndən sonra iş həyatınızda dəyişən ən önəmli şey nə oldu? Əslində onu qeyd edə bilərəm ki, çox şey dəyişdi. Facebookda, sosial şəbəkələrdə, xüsusilə də LinkedIn-də follow edən insanlar, təqib edən insanlar qat-qat artdı. Hamı connection olmaq istəyirdi. Təbii ki, karyera yüksəlişi də baş verdi, amma ən çox belə ən önəmli deyərdim ki, bu networking oldu, şəbəkələşmə və digər insanlarla, qaliblərlə və hətta daha böyük insanlarla, cənab nazirlərlə də tanışlıq.